Bakı-Qrozno reysini yerinə yetirən Azərbaycan hava yollarına məxsus Embraer 190 tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. Qəzanın birinci il dönümü münasibətilə dekabrın 25-də 2-ci Fəxri Xiyabanda həlak olan ekipaj üzvlərinin Azərbaycanın milli qəhrəmanları Hökümə Cəlil qızı Əliyeva, İqor İvanoviç Kışnyakin və Aleksandr Georgiyeviç Kalyaninovun məzarları ziyarət olunub. Məzarları önünə tərgüllər düzülüb, onların xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub. Bu bir il necə keçdi bilmirəm. Yəni hökmü mənim həmişə yaddaşımdadır, çiyinlərimin üstündədir, başımın üstündədir. Ürəyimə götürmüşəm. Necə ifadə eləmək olar? Sözlə ifadə eləmək çətindir. Yəni içimizdə bir yanğı, tufan, qasırğa həmişə var. İstər 100 yaşayaq, istər 150, o yanğı həmişə bizlə gedəcək. Axşam danışmışdı bizlə. Şuşa çıxmamışdan əvvəl axşam zəng elədi. Qardaşının uşağını görmək istəyirdi, həmişə onunla danışdı. Amma heç demədi səhər mən uçuşa gedəcəm. Bir də sağollaşdıq saat 11-də. Səhərdə saat 10-da bizə 12-də belə xəbər verildi, acı xəbər. Həyat yoldaşım milli qəhrəman Hökümə Əliyeva ilə nəinki ailəsi, bütün Azərbaycan xalqı, dünya Azərbaycanlıları fəxr edir. Hər birimizin qəlbində, ürəyində və tarixdə yaşayacaqdır. Və inanırıq ki, bu cinayətin üstü açılacaq və cinayətkarlar layiqi cəzasını alacaqlar. Uşaqlığından iş fəaliyyətindən, tələbəçilik devrindən həmişə daim təmkinli, səbirli bir insan olubdu. Yəni ondan qabaq da yəni onun fədakar olduğunu biz bilirdik. Cəsarət, ölümün üzünə dik baxmaq, bilirdik ki, necə bir süzayətli insandır. Özündən böyük və yaxud da özündən balacalar daim həmsinin qayğı ilə yanaşırdı. Onun da adi bir insan kimi arzuları var idi. Ailə qurmaq, işləmək, uşaqlarını böyütmək istəyirdi. Amma bütün bunlar bir saniyənin içində yarımçıq qaldı. Sanki qara bir zolaq kimi keçdi. Demək olar ki, heç nəyi xatırlamıram. Ondan bir gün əvvəl isə hər şey həmişəki kimi idi. Adi bir gün idi. Ev işləri ilə məşğul olurduq. Heç nə fəlakəti xəbər vermirdi. Mən heç nə hiss etməmişdim də. Bugün nə demək olar ki? O işıqlı, mehriban, ailəsini və eşini sevən bir insan idi. Axşamlar birlikdə oturardıq. Çay içmək kimi bir ənənəmiz vardı. Hər axşam o mütləq uçuşlarından danışardı. Elə həmin axşam da öyrəndi ki, Qrozniyə uçmalıdır. Havanı yoxladı və salam. Dedi ki, evə qayıdanda birlikdə yolka bəzəyərik. Çünki yeni il onun ən sevdiyi bayram idi. Amma o bir daha geri qayıtmadı. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J28243 nömrəli Bakı-Qrozno reysini yerinə yetirən Azala məxsus Embraer 190 təyyarəsi təcili eniş zərurəti ilə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilmiş və şəhərdən təxminən 3 kilometr aralıda qəzaya uğramışdı. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. Nigar Rəcəbova, Əsgər İbrahimli, APA TV.